Allah'ın gönderdiği dini dəyərlərin mahiyyətini alıblar. Saxta mahiyyət veriblər onun yerinə. Bugün bütün dünya açıq-aşkar elan edir ki, bizim böyük güclər açıq-aşkar elan edir ki, biz İslamla düşmənik. Bizim düşmənimiz nə sünnidir, nə şiyyədir. Bizim düşmənimiz İslamdır, müsəlmandır. Həqiqətdə yalan deyir. Onların düşmənçiliyi ondan da ciddidir. Onların bugün düşmənçiliyi insanlıqlandır. Onların bugün düşmənçiliyi həqiqi xristiyanlıqlandır. Onların bugün düşmənçiliyi həqiqi yahudiliklədir. Həqiqi buddizmləndir. Hər bir düşüncə məktəbi, etiqad məktəbi ki, insanlığı dünyaya belə deyək ki, təqdim eləyir, insanlığın peşində də onların düşmənçiliyi onu inandı. İndi etiraf elədiyi budur ki, deyir, biz müsəlmanla düşmənik, müsəlmanın üzərinə gələk. Bu günləri açıq elan edir ki, müsəlman mənim düşmənimdir. Amma müsəlman oturub neynir? Deyir ki, İran şiyyədir, nə bilim filan yer Ələvidir, bəhmən yer sünnidir və s. Bu bəhanələrdən insanların arasında təfriqə salır. Bir çox hocalar var, o Cübbəli Əhməd timsalında olan şeytan cilidli insanlar var. Aydındır, durub danışırlar əməlli başlı ki, bəli, hə, Amerika düz eləyir. Yaxşı, Amerika düz eləyir, tut əlim İran şiyyədir, düz eləyir, vurur. Fələstində mi şiyyədir? Yemen de Şii'dir, Suriye'de Şii'dir. Onların hansı Şii'dir? Bu onu gösterir ki, dini qeyrəti olmayan insanlar Cübbəli Əhməd kimi bu vaxtlarda insanları müdafiəyə, insanları mübarizəyə dəvət eləmək əvəzinə insanları ixtilafa doğru sürüklüyor. İnsanları arasında təfriqə salır.